Əziz dostlar, havada qalan söhbətlərdə bu dəfə Respublikanın əməkdar artisti, sevilən ifaçı Abbas Bağırovdur. Abbas bəy, xoş gəlmisiniz. Xoş gördük, salamlayıram. Biz bugün həm səyahətdən danışacağıq, həm yalancılıqdan danışacağıq. Amma ənənəvi olaraq həmişə qonaqlarımıza verdiyimiz bir sual var ki, Abbas Bağırovun ilk ayaq basdığı, o pasportun mühürləndiyi ölkə hansı olub, neçə yaşı olub və o xatirələri necə yadına saxlayıb? Buyurun. Çox maraqlıdır. Deməli, mənim ilk səyahət etdiyim və xarici pasportuma ilk möhrü deyən ölkə bu Almaniyada olmuşam. Deməli, yox, Almaniyada yox. İlk olduğum ölkə Fransa olub. Niyə Fransaya? Parijə, Charles de Gaulle aeroportuna. Hətta orada 5 saata yaxın itib qalmışdım. İlk dəfə idi. Bu, deməli, 2001-ci ildə idi. 2001-ci ildə və sizə deyim, yəni ilk dəfə o Charles de Gaulle aeroportu bilirsiniz, Avrupa'da ən böyük hava limanlarından biridir və mən çıxışını tapa bilmirdim orada. Deməli, gəldiyimdə təyyarədə insanların çoxsu tranzit idi. Başqa ölkəyə uçurdular həmin aeroportdan. Mən də bunların dalınca düşmüşəm, deyirəm, yağımlar çıxışa gedirlər. Yəni orada uzun saatlardan sonra bir təhəri gördüm ki, açılıb bağlanan qapı var idi orada. Gördüm ki, mənim bacım və yeznəm orada dayanıblar, əl edirlər. Deyirəm, sizi görürəm, ora necə yanıb? Gedə bilmirəm. Birinci ölkə orada oldu. Oradan biz getdik Brüsselə, Antwerpen şəhərinə. Yəni, ən ilk dəfə getdiyim, yəni o cür böyük əslində sizdə biraz fərqli oldu. Məsələn, normalda insanlar ilk dəfə daha yaxın Gürcüstana və ya Türkistana. Bacım deməli orada yaşayırdı, Brüsseldə yaşayırdı. Bacım Brüsseldə yaşayırdı deyə məni ora qonaq çağırdılar. Yəni ilk dəfə də təyyarəyə mindiyim, yəni o səfər olub 2001-ci ildə. Ondan sonra artıq bir çox ölkələrdə səfər bir çox ölkələrdə və 2014-cü ildən bu yana ona qədər Amerika səfərləri, okeanın o bir tayı. Amerika səfərlərim dəfələrlə var idi, Kanada səfərləri dəfələrlə var idi. Amma o uçuş məsafəni eşidəndən sonra nəsə belə düşünürdüm ki, yox, o boyda insan təyyarədə necə qala bilər? O neçə saatı necə uça bilər? 2014-cü ildə bu, deməli, məndə artıq bu düşüncə ləğv olundu. Dedim, yox, bir dəfə insan bunu ən azından yoxlamalıdır mütləq şəkildə və deməli, ilk olaraq mən deməli, Vaşinqtona uçdum, İstanbuldan, 14 saat yarım. 14 saat yarım. 14 saat yarım, bəli, ilk dəfə olaraq mən Amerika Birləşmiş Ştatlarına səyahət elədim. Yəni, mən sizə deyim, o məsafə məni yordu, amma gəldim, çatdım həmin ölkəyə, pasport yoxlanış məntəqəsində. Orada məni elə qarşıladılar ki, yəni ilk dəfə insan bu ölkəyə gəlir. Mən inanırsınız, o yol məsafə falan, bu hamısı mənim ağlımdan getdi. Artıq xoş təəssüratlar mənə xoş təsir bağışlamağa başladı ilk addımdan. Ondan sonra dedim, yox, bura bir də gəlmək lazımdır. O qədər mənə, deməli, orada biz tədbirdə idik, böyük bir konsert oldu, Azərbaycan günləri ilə bağlı. Çox möhtəşəm bir konsert elədik. Orada hətta, mən sizə deyim, konsertdə başqa bir adamlar var idi, Amerikanlılar idi, konqresmenlər idi. Onlar nədənsə bizim mədəniyyəti və bizimlə bağlı hər bir məlumatı sevmirdilər. Amma o konsertdə var idilər. Təsəvvür edin, konsert onlara o qədər yaxşı təsir bağışladı ki, hətta onlar durdular bizlə bir yerdə yalda oynadılar. Çox möhtəşəm bir konsert oldu və xoş təsirat artıq bağışladı. Ondan sonra 2022-ci ildə, 2023-cü ildə, 2025-ci ildə arda səfərlərim oldu o ölkəyə. Bəs ümumiyyətlə sizi ən çox heyrətləndirən ölkə və şəhər hansı olub? Vallahi əslində getdiyim çox ölkələr var. 2001-ci ildən bu yana demək olar ki, Avropanın 95%-ni gəzmişəm. Amerikada da olmuşam, Amerika Birləşmiş Ştatlarının bir neçə ştatlarında hətta olmuşam.
Amma ən sevdiyim, yadda qalan və hər dəfə getmək istədiyim ölkə bu İtaliyadır. İtaliya. Hər qonağımızın niyəsə toxunduğu Mən deyim də sizə, Birincisi mən məsəl üçün tarixi korlamayan ölkələrə mən çox xoşlayıram. Tarixi korlamayan. Məsəl üçün tarixi demək olar ki, onlar dəhşət yaşadırlar İtalyanlar. Yəni şəhərdən şəhərə gedəndə sən fərqliliyi hiss edirsən. Yəni eyni şey sənin gözün qabağında qalmır. Ya orada məsəl üçün belə 2 mərtəbəli, belə 1 mərtəbəli maraqlı belə evlər və yaxud hansı bir möhtəşəm tarixi bir abidə, tarixi bir tikili, ya orada kilsə olsun, ya hansı bir muzey olsun. Məsəl üçün mən Venesiyada olanda belə o Venesiyanın əsas mərkəzi var. Hardakı filmlərin çoxsu çəkilən yerdir. O məsəl üçün orada belə abidələrə baxanda və yaxud hardasa belə qaranlıq bir yerdir, bir abidənin içində. Baxırsan elə bilirsən doğrudan da kino, o film hələ də çəkilir və hansı bir orada belə naməlum bir şəxslər var belə, belə obrazı canlandıran bir kəslər var ki, səni hətta o vahimiyə salır. Yəni onu mən orada gördüm, yəni çox mənə ləzzət elədi, çox mənim xoşuma gəldi. Sonra məsələn orada avtomobillərin olmaması, qayıqla ora-bura gedib gəlmə, yəni bu da maraq adama bəli, maraq gətirir. Sonra mən Veronada Andrea Bocellinin konsertinə bir neçə dəfə getmişəm. Lajacika şəhəri var. O Lajatikada Teatro del Silenzio adlı bir açıq havada teatr var. Orada konsertdə olmuşam mən. Yəni orada ümumiyyətlə nə vaxt keçirmişəmsə çox xoş təəssürat bağışlayıb. Ona görə mən ölkələrin içində ən sevdiyim və həmişə getmək istədiyim İtaliyadır. Çox gözəl danışdınız. Doğrudan o qədər təsvir edilsin, biz də artıq getmək istədik. Abbas, bir də mənə maraqlıdır. İndi olur təbii ki, biz xarici ölkəyə çıxanda bəzən planladığımız kimi nəsə getmir. Başınıza gələn elə bir maraqlı hadisə var. O da İtaliyada gəlir. Elə ən maraqlı və ən ilk anda xoşa gəlməz oldu. Ondan sonra mən Andrea Bocellinin konsertinə gedirdim. Konsertdən sonra hər şey yadımdan çıxdı. Deməli, Ənvər Sadıqovla, Respublikan xalq artisti, bizim gözəl sənətkarımız. Onunla bir yerdə biz bu səfərə getdik. Deməli, Florensiyadan biz, yoxsa Milandan Florensiyaya biz qatarla getməliydik. Milanda biz qatara oturduq, Florensiyaya gəldik, çatdıq. Yoxsa, yadıma gəlir ki, biz Florensiyadan harasa gedirdik. Neysə, Florensiyada gəldik, düşdük. Biz indi gedirik dəmir yolu vağzalına və dedim, gəl bir su alaq ya kofe alaq. Birdən qatarda olmaz içmək, çünki kofe istəyirəm. Məndə bel çantam var idi. Bel çantamda telefonlarım, pasportum, pulum, planşetim, hər şeyim, hətta avtomobilimin açarı, hər şey bel çantamdadır. Çıxartdım belimdən, düz gözümün qabağına qoydum. Deməli, belə bir yer var idi. Hardasa şirniyyatlar, belə bir şey, polka idi də belə. Üstünə qoydum, çöndüm ki, pulu verim. Çöndüm pulu verməyə, pulu verdim, biz getdik qatara. Qatara gələndə əlimi atdım belimə ki, çantamı belimdən çıxardım, qoyum belə yerinə də. Çantam yoxdur, baxdım Ənvər müəllimin əlinə ki, o götürdü mənim çantamı, o saxlayıb. Dedim, çantam səndə deyil. Deyir, yox. Deyirəm, necə yəni yox. Deməli, qatara mindiyimiz o məsafə, o haradan ki, kofeni aldıq. Hardasa bir qaça-qaça getsəm 3-4 dəqiqəlik yerdir. Telefon biri cibimdədir, biri də Bakı nömrəsi ilə çantamdadır. İndi təsəvvür edin, mən bilirsiniz necə qaçıram. Şükür Allaha ki, o idmanla məşğul olan vaxtlarımdır. Qaça-qaça gəldim, gördüm çantam yoxdur orada. Bu necə oldu? Çantam yoxdur. Ənvər müəllim də qatardan düşüb, qatarımız getdi. Dedim, yox, bu çantam. Dedim, tez nömrəmə yığım. Nömrəmə zəng vurdum, gördüm. Bu zəng... Nömrə çat. Ses qırılır artıq. Nəysə, belə bir səs eşitdim, dedim, nəysə, çantamı oğradılar. Hələ təsəvvür eləmirəm, çantamı oğrayıblar. Elə bir şey İtaliyada ağlıma gəlmir ki, bura Avropada, burada belə şey olmaz. Nəysə, getdik polis bölməsini tapdıq və bir kök kişi belə oturub, elə bir otağı var idi, başda oturub, gəldi,
onlar da ingiliscənin çoxsu ingiliscədə danışmaq sevmirlər, ancaq öz dillərində danışmaq. Nəysə bir tərəf başa saldıq ki, belə-belə. Biz ilk dəfə gəlmişik, mənim çantamı oğradılar falan belə. Dedi, burada belə şeylər normaldır. Əgər çantanızı oğradılarsa, dedim, bəs nömrəmi yığdım belə. Hə, deyir, o metroya düşdülər, oradan da qaçdılar, getdilər. Və neynədiniz, tapa bildiniz? Heç nə, pasportum, hər şeyim içində elə oğradılar, pullarım da, hər şeyim onun içində. Getdi, deməli, Azərbaycan konsulluğu var idi. Orada bir Bəxtiyar bəy var, bizim dəyərli dostumuz, çox hörmətli bir insandır, konsulluqda işləyirdi. Dedi, belə-belə dərdimizi söz, çünki mən qayıtmalıyım, mən pasportum yoxdur, mənə sənəd olmalıdır. Neysə, sağ olsun, belə kağızda mənə bir şəkili yapışdırdı. İndi mənə şəkil lazımdır, deyir, bir şəkil lazımdır, belə 3-ün 4-ə, biz oraya yapışdıraq. Çıxmışıq, bazar günüdür, sən demə, orada bir dənə yer işləmir. Mən də biraz bu texnikadan, nə bilim, telefonda, proqramlar falan, bu şeylərdən yaxşı anlayışım var. Götürdüm şəkilimi belə ağ fonda çəkdim. Arxa fonunu hamısını düzəltdim. Dedi, hə, şəkil çıxarılan yer dedi ki, çıxartmaq olur, çəkmək olmur. Olmur, hə. Nəysə, getdim, tez şəkilimi çəkdim elə çöldən, düzəltdim özüm, orasını, burasını. Dedim, ala çıxart, özüm çıxartdı, gətirdi, verdi konsulluğa, bizə bir belə sənət verdilər. Nəysə, o sənəti qoydum cibimə, getdik konsertə, dedim, bəs əhvalımız. Amma tapa bilmədiniz. Yox, tapa bilmədik. Gəldik konsert, konsert mənə o qədər xoş təsir bağışladı ki, inanırsınız heç o çantamın itməsi bir damcı da məni narahat eləmədi. Yəni, çox rahat, şey. Dedim, yəni, niyə keyfimi pozum? Eynən, əslində odur, yəni. Əgər bu oldusa, bunu mən tapa bilməyəcəmsə, keyfimi pozmaq lazımdır. Biz istirahətimizə davam elədik, gözəl gəzdik, konsertdə də getdik. Konsertdə də çox maraqlı, başı uzaqırtmaq. Yox, buyurun. Konsertə gəlmişik, o boyda məsafə, çantam itdi, pasportum itdi, neysə, gəlib oturmuşuq. Andrey Bocelli'nin konsertində bilet alanda mən tur agentə dedim ki, bəs mənə elə alın ki, yaxın yerdən olsun da. Yəni, az da pul verməmişdim. Eynən. Biletə, yəni, belə yaxşı pul vermişdi biletə, konsertin biletinə. Gəlmişik, konsertin yerimizi axtarıq, deyir, bizi qabaqda oturmalıyıq da. Orada sıra bilsiz nə qədərdir? Səhnədən başlayır, axıra kimi hardasa 50-60 sıra var. İnanırsınız, biz hardasa 55-ci sıradaydıq. Bizə güya qabaq yer idi. Nəysə, gəldik, oturduq orada bitəri. Dedi, Andrey Bocelli başlayacaq oxumağa. Yəni, eyb yox. Buradan da baxsaq, səsini eşidək. Nəysə, konsert başladı. Andrey Bocelli bir mahnı çıxdı, oxudu, getdi. Dalınca biri gəldi, ikinci gəldi, üçüncü gəldi. Tamam, başqa adam. Sonra yenə Andrey Bocelli gəldi. Nə var mən belə? Ya bu Andrey Bocelli'nin konsertidir, dur gedək. Deyirəm, hala dur gedək. Elə bir gəlmişik Bakıda hansısa bir yerə konsertdə deyirsən, elə dur gedək evə də. O buydu, biz nə qədər yol gəlmişik. Neysə, Ənvər müəllim konsertə axıra kimi oturmadı. Türkiyədə mən istəmirəm, deyir. Andrey Bocelli'yə mən qulaq asmağa gəlmişəm, burada başqa adamlar oxuyur. Neysə, qayıtdıq elə. Niyə deyirəm, İtaliyanı çox sevirəm. Biz ümumiyyətlə dövlət səfərlərində də, belə başqa tədbirlərdə də təsadüfdür, bilmirəm nədir, çox bizim səfərlərimiz İtaliya idi. Yəni, İtaliyanın çox şəhərlərində olmuşam. Hamısı da gözəldir, yəni yadda qalan da və xoşa gəlməz elə hadisələr də orada mənim başıma gəlir. Həmin an əslində çox xoşla gəlməz olur, amma bir ömür danışa biləcək bir xatirəyə çevirir. Yəni, mən bilirsiniz, xatirimdə yaxşı anlar daha çox oldu deyə. Eynən. Bu məndə artıq bilsinədir və məsələn danışanda nəsə bir xatırlamağa bunu həmişə yadıma salıram. Deyirəm, maraqlıdır da. Eynən, təbii ki. Amma indi ikinci səfər məsəl üçün oraya gedəndə artıq bilirəm ki, çantana qoymaq olmaz, evdə nə qədər şey var, çantana doldurub aparmaq olmaz, lazım deyil, qoy otaqda qalsın. Neyinirsən? Niyə maşının açarında qoymuşdun? Hə, yəni hər şeyi özümlə aparmışdım. Yəni məndə belə adətdir. Adi öz avtomobilimdə. Məsəl üçün bəzən bir də görürsünüz, hər şey göz qabağındadır. Hə, bu orada, bu burada, bu orada. Deyir, niyə? Deyirəm, ona görə ki, mən xoşlayıram. Bir şeyi axtaranda mən onu dərhal tapa bilmirəm. Yəni, mən bir də görsən birdən yaradıcı adamam. Məsəl üçün, belə mikrofon məndə də var. Nə bilim, bir dənə DJI-in bir kamerası var. Birdən də an olur ki,
nəsə belə ağlına gəlir, ya bunu çəkəsən, ya səsini yazasan, ya nə bilim, nəsə bir şey qırıldı, yəni məsəl üçün bir düyməm qırıldı. Eynən. Mən balaca belə bir yol iynə, sap qabım var. Orada hər şey var. Yəni istənilən rəngdə sapı da var, iynəsi də var. Birdən də yəni o məsəl üçün bir dəfə mənim dostumun düyməsi qırıldı. Çox vacib bir pencəyində görünən yerdə. Kostyumunda. Götürdüm tez onu tükdü. Yəni tapa bilmirdi. Hardan ondan bundan soruşdu. Deyir, yox deyirəm. Bir dəqiqə. Məndə maşında var. Hə, yəni ona görə yığışdırmıram. Yəni bəzən bir də görsən arxada oturmağa yer olmur. Nə bilim səfərə gedirəm harasa, rayonlarımızın birinə, doldururam bütün hər şey deyirəm qoy olsun. Deyir, nəyinsə bunu deyirəm bu birdən lazım. Olar da təbii yəni. Görürsüz o düymələr adam. Eynən. Gərək hər şeylə təmin olunsun. Bəli. Abbas bəy, bəs maraqlıdır səyahət eləyən zaman diqqət elədiyiniz o 3 məqam olurdu. Ümumiyyətlə spontan səyahət xoşdurursunuz, yoxsa belə çox planlı, proqramlı mı? Yəni özünüzün bir meyarlarınız varmı məsələn ki, bax mən burada necə kəşf eləməliyəm, nə etməliyəm və hazırlıq prosesi necə olur sizin? Yəni spontan səfərlərimiz də olub. 100% bilirəm ki, olub. Amma öncədən planlaşdırılmış səyahət daha maraqlı olur. Niyə? Çünki sən bilirsən birinci hara gedirsən. Ona uyğun planlarını qurursan. Planlı şəkildə harasa səyahət eləyəndə istər-istəməz sən öz rahatçılığını da ilk öncə düşünüb ona uyğun nə isə qura bilirsən. Məsəl üçün spontan səfərlər məsəl üçün getdiyin yerdə səni ya çətinliyə sala bilər, ya da əhvalını gözəlləşdirə bilər. Hər bir şey ola bilər də. Yəni başına nə gələcəksə spontan başına gələcək. Amma planlaşdırılmış olanda. Amma planlaşdırılmış, məsəl üçün mən getdiyim ölkədə məsəl üçün orada qalacağım oteldə mütləq şəkildə maraqlanıram. Mümkün qədər əgər özüm gedirəmsə istirahətimlə bağlı səfərə mütləq orada idman zalı olmalıdır. Mütləq şəkildə. Yəni pəncərə baxmalıdır. Yaxşı bir mənzəriyə. Məsələn, səhərin açanda bir pəncərəni belə açanda, yəni binaya baxmayasan, hansı bir mənzəriyə baxasan. Yəni getdiyim əslində ölkələrin çoxsunda istər dövlət tədbiri ilə bağlı, istər belə. Yəni bu günləri başqa ölkəyə, xarici ölkələrin çoxsunda otellərdə idman zalları var. Hətta mən deməli keçən il New Yorka gedəndə qaldığım otel var. Hər dəfə orada qalaram gedəndə. Çox xoşuma gəlir. Xırda balaca bahalı bir otel deyil. Deməli Instagram səhifəmdə paylaşmışdım. Düşdüm dedim idman zalı var. Bəli var. Düşün, o mənfi birdədir. Düşdüm, gördüm bir dənə qaçış aparatı var, qaçış üçün. Bir dənə belə 5-i birində bir aparat var. Vəssalam, başqa heç nə yoxdur. İnanırsınız, amma o da məni çox sevindirdi. Heç olmasa bu vardı yəni, heç olmasa yox yəni. Elədim bir yarım saat 40 dəqiqə, sonra orada bir çay axırdı, elə şəhərin içi ilə, onun qırağı bulvardı. Çıxırdım orada qəşəng gəzirdim, yəni öz idmanımı eləyirdim, sonra gəlib işimə gücüm. Normalda əslində çox maraqlıdır. İnsanlar bəzən gedir istirahət edir, onların istirahət anlayışı fərqli olur. Məsələn, pasiv istirahət edir, idman eləməyim, gedim gəzim. Sizə tamam fərqliymiş. Yox, idmansız ümumiyyətlə mənim öz həyatımda heç bir maraq görmürəm. Çünki idman iki cəhəti var, yəni iki tərəfi var da, xeyirli tərəfi var. Biri sağlamlıqdır. Təbii. Bir də istər-istəməz, yəni kim idman məsəl üçün eləyir, baxır da, indi var idman eləyir, yorulur. Mən idman eləyib enerji yığıram. Yəni enerjim daha çox olur da. Yəni mənim xoşuma gəlir. Mən hələ 2011-ci ildən bu yana bir dənə pandemiya istisna. Pandemiyada çünki heç kim idman eləmirdi, heç kim eləyə bilmirdi. Bütün idman məkanları hamısı bağlı, qapalı şəraitdə evdə oturmaq. Yəni o mən biraz əslində həm keyfimi pozdu, həm çəkimi çox qaldırdım. Yəni hardasa 50 kilo çəkim pandemiya dövründə çox aldım. Amma pandemiya bitən kimi dərhal evdə eləyirdim idmanı. Amma evdə istər-istəməz o idman məkanlarında olan o atmosfer evdə olmadığı üçün istərsən bir gün, 2 gün, 1 həftə, 2 həftə edirdin, ondan sonra alınmırdı işte. Maraqlıdır. İndi bizim sizinlə qısa bir rubrikamız var. Bəzən qonaqlarımız bir balaca çətinə düşür burada. Ümid edirəm ki, siz çətinə düşməyəcəksiniz
Və heç bir incilik olmayacaq dostlarınız tərəfindən. Çünki siz burada qərar verməlisiniz ki, təyyarədə hansı dostunuzla səyahət edəcəksiniz. Əziz dostlar, Abbas Bağırovla təyyarədə kimlə? Mən sürətli şəkildə bizim dəyərli sənətçilərimizin adını çəkəcəm və siz birini seçməlisiniz. Başlayaq. Təyyarədə. Bəli, təyyarədə bir yerdə səyahət edirsiniz. Yanınızda kimin oturacağına qərar verməlisiniz. Təsəvvür edin ki, elə 14 saatlıq bir uçuşdur. İstər-istəməz bu sizə maraqlı olmalı. Röya Ayxan yoxsa Sevda Yahıyeva? Sevda Yahıyeva ilə mən təyyarədə yol getməmişəm. Amma Röya xanımla mən dəfələrlə səyahətdə olmuşuq. Biz deməli onunla bəli gedərəm. Niyə? Çünki onunla yol çıxmışam deyə yol yoldaşlığını onu bilirəm. Maraqlı. Maraqlıdır. Röya Ayxan yoxsa Murad Arif? Murad Arif də pozitivdir. Mənə çox maraqlıdır və inanıram ki, onun da yol yoldaşlığı gözəldir. Amma nə vaxt uçsam ondan. Onda qərar verirsiniz. Onda mən deyərəm, amma Röya qalsın. Aha, Röya Ayxanla davam edirik. Röya Ayxan yoxsa Ayaz Qasımov? Ayazla da uçmamışam, səhv eləmirəmsə, Röya. Röya Ayxan yoxsa Tuncaylı Ağayeva? Aha, Tuncaylı Ağayev də maraqlıdır. Onun da o pozitiv enerjisi var. Amma Röya. Röya Ayxan yoxsa Ağadaş Ağayev? Ağadaş Ağayevlə mən 26 saat avtobusla demək kinoklub verilişi var idi. 26 saat. Azərbaycan Dövlət Televiziyasında kinoklub verilişi yayımlanırdı. Biz o kinoklubun heyəti ilə Bakıdan Həştərxana 26 saat. 26 saat avtobusla getmiş. Niyə 26 saat? Əslində deməli 21 saat idi bizim yolumuz. O qalan 5 saatını avtobus səhv yola getdi deyə təzədən o yolu biz qayıtmışıq. Uzun bir səhralarla təzədən Həştərxana getmişik. Ağadaş Ağayevin çox gözəl yol yoldaşlığı var. Amma təyyarədə uçmamışam deyə ondan. Röya Ayxan. Maraqlıdır. Hə, indi biraz da fərqli suallar. Röya Ayxan yoxsa Hadisə? Röya Ayxan. Röya Ayxan yoxsa Elçin Cəfərov? Röya. Röya Ayxan yoxsa Murad Boz? Röya. Röya Ayxan yoxsa məncə siz burada artıq biraz çətin düşəcəksiniz. Ənvər müəllim. Aha. Ənvər müəllim. Niyə? Çünki Ənvər müəllimlə mən 2002-ci ildən bu yana saysız hesabsız biz təyyarələrdə uçmuşuq. Uzun yol yoldaşlığımız olub və gözəl yol yoldaşlığı var Ənvər müəllim. Baxmayaraq ki, bütün yolu yatır. Amma ondan hara desə uçaram. Ənvər müəllim yoxsa Dua Lipa? Oy Allah, mən də ki Ənvər müəllim. Ənvər müəllim yoxsa Xatirə İslam? Ənvər müəllim. Ənvər müəllim yoxsa Aygün Kazımova? Aygün Kazımova. Onunla da yol uçmuşuq, yeri gəlmişkən deməli. Aygün xanımın deməli bir dənə hadisəsi var. Eldar Məmmədov var, Respublikanın əməkdarı, gözəl pianoçu. Deməli, bunlar harası uçurlar. Deməli, Aygün xanım biznes klassda əyləşib, axırıncı sırada. Elə o biznes sinifindən sonra dərhal birinci sıra ekonomi klassda həmin o Eldar Məmmədovdur. O da yatmağı çox sevən adamdır. Nəysə, bu yatıb deməli, xorullamağa başlayıb. Özü çox bərkdən xorullamağa başlayıb. Aygün xanım istivarda çağırır, deyir, bəs zəhmət olmasa, mənim arxamda kim əyləşibsə, çox bərk xorulduyur, yata bilmirəm. Onu deyə bilərsiniz, nə tərsə belə biraz. Bir dəfə gəlib ona deyiblər, 3 dəfə deyiblər. Axırı Eldar müəllimə gəlib, 4-cü səfər söyədərsə, nəsə deyəndə, bəs belə. Aygün xanım orada sizdən xahiş edir, bəs çox bərk xorulur. Samolyot göydədir. Belə, niyə düşər? Aygün xanım da o qədər pozitiv enerji dolu adamdır. Onunla da yol uçmuşuq, biz səfərdə olmuşuq. Amma Ənvər müəllimlə səfərimiz daha çox olub deyə Ənvər müəllim. Xəyanət eləməyib bu dəfə də Ənvər müəllim. Ənvər müəllim yoxsa Rafael İskəndarov? Aha, o da yaxşı seçimdir, amma Ənvər Sadov. Son olaraq Ənvər Sadov yoxsa Azad Şabanov? Ənvər Sadov.
Möhtəşəm. Deməli onda biz 14 saatlıq yolu Ənvər Sadıqovla birlikdə. 14 saat yox, istəyirsiniz o 140 saat olsun, uçaram. Amma vurğuladınız ki, yatsa da en azından maraqlı. Əsas odur mənim yanımda etibarlı, güvənli və illərdir mənim arxa dayağım, mənim müəllimim, mənim ustadım Ənvər Sadıqov. Elə yaxşı bir mövzuya toxundunuz Abbas. Biz istəyirdik biraz yaradıcılıqdan danışaq. Mən ümumiyyətlə burada bunu mütləq şəkildə qeyd eləməliyəm ki, doğrudan da Abbas Bağırov sənəti həqiqətən böyük sənətdir. Yəni ki, bu illər ərzində qazandığınız uğurlar, saysız hesabsız əldə etdiyiniz nailiyyətlər və istənilən formada keçmişə biz baxanda ümumiyyətlə müasir estradanın qurulduğu bir dönəmdən bu günə qədər gəlib çıxmış bir fərd olaraq bizə çox maraqlıdır, şəxsən mənə. Abbas Bağırov ötən illərə baxanda, o ilk illərə baxanda bugünkü Abbas Bağırovun karyerasını arzuluyordum yoxsa daha başqa fikirləri var idi? Ümumiyyətlə mən yaradıcılığıma başlayanda, yəni bu sənətə başlayanda düşünmürdüm yəni nə olacağını. Bilmirdim nə baş verəcək, necə olacaq, hansı yerdə olacaq, hansı səhnələrdə çıxış edəcəm. Heç ağlıma gəlmirdi ki, mən 14 saat Amerika Birləşmiş Ştatlarına uçacağam nə vaxtsa. Yəni o vaxtları birincisi bir məlumatı əldə etmək çox çətin idi, nəinki sənət öyrənmək. Bu günləri bilirsiniz ki, sosial şəbəkələr var, müxtəlif proqramlar var, vasitələr var ki, sən bir anda istədiyin məlumatı əldə edə bilirsən. O vaxtlar çox çətin idi deyə məni ən çox maraqlandıran mənim sabahsı gün nə edəcəyim idi. Yəni mən 5 ildən sonra hara gedəcəyim yox. Ona görə bu günləri bugünkü Abbasla, yəni bugünkü Abbas hansı yerdədirsə, mən heç ümumiyyətlə düşünmürdüm. Heç ağlıma gəlmirdi ki, Abbas bu günləri cənab prezidentimiz tərəfindən fəxri ada layiq görüləcək. Azərbaycan Dövlət Televiziya və Radiosunun solisti adını alacaq. Yəni bu mənim üçün ən böyük uğurlarımdan biridir. Yəni cənab prezidentimiz tərəfindən fəxri ada layiq görmək 2011-ci ildə. Gənc yaşlarınızda. Yəni mənim üçün çox böyük uğurdur. Yəni o adı alandan da sonra istər-istəməz insan daha öz üzərində daha çox çalışmağa başlayır. Məndə də eyni şeylər baş verdi. Bu gün də mən dayanmıram, sabah da dayanmayacağam. Yəni Allah mənə nə qədər imkan verirsə, sağlığımla bağlı fiziki olaraq. Mən mənəvi gücümü itirməyəcəm. Yəni o fiziki güc nə qədər imkan verir mənə, yaradıcılığımdan məşğul olacağam ki, o yeni başlayan Abbasın nə istəyi, nə düşüncələri var idisə, o hamısı bu günləri reallaşsın. Yəni o vaxtlarda mən sənətə başlayanda, bu 95-ci ildə mənim ilk solo konsertim Gəncə Filarmoniyasında baş vermişdi. Və fevral ayının 14-ü də yaradıcılığımın 30 illiyi. Bəli. İnanırsınız, mən özdə 14-cü ildə axırıncı konsertim Yaşıl Teatrda 2 gün 2014-cü ildə baş verən konsertdən bu yana konsertlər olmadı deyənə. Yəni bir dənə konsert oldu, o da ilk dəfə olaraq 2023-cü ildə Şuşada. Cavidan 23 idi. 2023-cü ildə Şuşada yeni açılmış Şuşa oteldə 31 dekabr bu günə qədər də biz ilk orada mən solo konsert verdim. O da tamam fərqli işlərdir. Bu mənim üçün növbəti uğurlardan biri idi. Yəni bu hadisələrdən sonra, bu qədər əziyyətdən sonra bu qədər vaxt keçdi və 30 ilə yaxında və ilk dəfə olaraq biz orada solo konsert elədik. Bu da mənim uğurlarımdan biri idi. Yəni mən heç ağlıma gəlməzdi ki, nə vaxtsa belə bir şey baş verər. Və 2020-ci ildə də müharibə bitəndən sonra Cıdır düzündə ilk dəfə çıxış edənlərdən də biri mən oldum. O Instagramda da mən onu paylaşmışam hərbi formada. Hələ təzə hər şey bitmişdi. Bu deməli dekabr ayı idi. Noyabrın 8-dən bitdi hər şey. Dekabrın 23-ü heç bir ay hardası keçmişdi. Yəni bu da mənim üçün böyük uğur idi. Mən yəni nə etmişəmsə Azərbaycan musiqisi üçün edirəm. Azərbaycan musiqisinin keyfiyyətli olması üçün əlimdən nə gəlirsə
Bunu edirəm. Zaten mən yaradıcılığa da başlayanda yaxşı musiqi ilə başlamışam. Eynən. Yaxşı musiqini dinləyə-dinləyə bu günləri o sənəti, o yaradıcılığımı davam edirəm. Mən deyə bilmərəm ki, mən bu günləri hər şeyi bilirəm və hər şey əladır. Xeyr, mən heç nə bilmirəm, mən hələ öyrənirəm, mən hələ öyrənəcəm. Yəni, musiqi elə bir şeydir ki, mənim üçün gündə yeni bir şey çıxır. Yeni bir, məsəl üçün biz əvvəlləri aranjmanı 3 aya, 4 aya edə bilirdik. Bu günləri aranjmanı bir həftəyə, 5 günə, 3 günə, 4 günə, bu günləri süni intellektin vasitəsilə sən işini daha da tezləşdirə bilirsən. Amma nə qədər də süniləşsə müəyyən proqramlar, müəyyən cihazlar mı deyim, nə bilim, bu elektronika ilə bağlı. Amma yenə də insanın fiziki müdaxiləsi təbii ki olmasa, məncə sabahları robot müğənnilər də çıxsa belə, o sənə duyğulu bir şey verə bilməyəcək. Təbii ki. Adi bu günlərdə hələ nə qədər inkişaf eləsən, sən süni intellektlə şeir yazdıra bilmirsən. Eynən. Çünki o duyğu yoxdur. Təbii. Olmayacaqdır. Bir şeyin adı nə qədər süni olacaqsa, düzdür, müəyyən bir texnologiyaları var ki, o çox inkişaf edib, dəhşət inkişaf edib. Mən özüm də şoka düşürəm ki, bu necə alınır. Amma günləri əziyyətin olmasa, məsələn, illərdir, yeni addım atandan bu yana mən hələ əziyyətsiz bir işimi görməmişim. Uğurlar arz edirik bizə. Kaş sizin bu təvəzzökarlığınız biraz da bizim bəzi gənc ifaçılarda olaraq doğrudan da bu qədər uğur qazanıb bu cür yanaşmaq çox maraqlıdır. Mən sizə deyim ki, yəni istedadlı gənclər çoxdur. Təbii. Çoxdur. Yəni aralarında mən tanıdıqlarım da var, tanımadıqlarım da var. Tanımadığım, izlədiklərim də var, tanıdığım, izlədiklərim də var. Çoxdur, dəhşət çoxdur. Sadəcə olaraq o hərənin bir xarakteri var. Ola bilər. Yəni hərə yaradıcılığa bir cür yaraşır. Təbii. Məsəl üçün elə o istedadlı gənclərdən də birisiniz. Təşəkkür. Maraqlı veriliş aparma üsulu. Yəni tək bu veriliş deyil, mən sizi başqa verilişlərdə də izləmişəm. Əla, gözəlsə də uğurlar arzu edirəm. Çox sağ olun. İnşallah ki, öz müəllifiniz olduğunuz gözəl, iri layihələriniz olar, böyük layihələriniz olar. Orada nəinki mən, o əcnəbi adını saydığınız ulduzlar qonaqlarınız olar. Abbas bəy, mən burada bir mövzunu istəyərdim ki, biz Azərbaycanda mən həmişə vurğuluram ki, əgər nostalji bir mahnı olsaydı, məncə bu ümumiyyətlə qarşılıq bu mahnı olmalıdır və xahiş edəcəm bir dəqiqə biz bu mahnıya qulaq asaq və ardınca bununla bağlı mən sizə sual verəcəm. Çok milyonlarım senle yaşayır dolmalarım. Sizler başımızı daim küləklər tarixdir. Bu mahnının bu il 25 yaşı tamam oldu. Mən əslində elə bu mövzuya toxunurdum. Nəyə görə mahnını birbaşa mahnıdan sual vermədim? Çünki baxın, mənə maraqlıdır şəxsən ona görə sizin təəssüratlarınızı öyrənmək istəyirəm. Harda olursa olaq və çox maraqlıdır ki, ümumiyyətlə bu Bakı mahnısı, mən Mingəçevirliyəm. Amma mən bu mahnını eşidəndə Mingəçevirdəki xatirələrim yadıma düşür. Mahnı o qədər belə maraqlı bir eyfariyası var ki, yəni insanı keçmişə aparır, bağlayır. Bilməm, bəlkə də bu o vaxtı Məhəllə filmindəki isti qonşuluq və mahnının onunla birgə ahəng daşıması. Baxın, bizim hər birimiz, yəni biz sosial şəbəkələrdə bu 25 ildir, müasir dövrdə sosial şəbəkə yaranandan da biz həmişə, yox məndən gəlmiş, 25 ildir, baxın bu çox böyük bir ildir əslində, amma hələ də biz bu mahnını dinləyəndə, yəni keçmişə qayıdırıq, dönürük, biz bu qədər fərqli hisslər keçirik. Abbas Bağırov
Doğrudan da baxın bu gözəl ifa. Hətta mən ötən günlərdə bir nəfərin şərhini görmüşdüm. Yazmışlar ki, bu əslində Bakılıların himnidir. Çox maraqlı belə bir oxşatma da ediblər. Abbas Bağırov nə hiss edir doğrudan da? Bir dinləyici kimi kənardan dinləyəndə, ümumiyyətlə o illərə qaydanda bu iş necə ərsəyə gəlmişdi, möhtəşəm iş? Yəni birinci mahnıda doğrudan işıq var, nur var, ona görə bəyənirsiniz də. Mingəçevir də bizim nur şəhərimizdir. Yəni əslində mahnıda fərqi yoxdur ki, mahnıda Bakı deyilir, Mingəçevir deyilir, əsasən ya Gəncə deyilir, Azərbaycandan oxunur da. Bu mahnını ilk dəfə Aytən İsmirxanova mənə təqdim edəndə ki, belə-belə, bəs mahnı məhəllə kino filmi çəkiləcək, onun soundtrackidir. Oxumaq istəyirsənmi? Onda da mən Eşqin Məhəbbətini oxumuşdum, Aşıq Xanışın gözəl əsərini. Onu çəkdilər filmə. Məhəbbətin qüdrəti. Dedim, mən oxuyaram, niyə oxumuram? Mahnı dinləyəndə elə Aytən xanımın öz səsində idi mahnı. Bu nə gözəl mahnıdır, bu necə gözəl mahnıdır. Aranjman da yeri gəlmişkən elə özü eləyib. Oxudum mahnını, biz getdik, deməli, Rusiyaya, Moskva şəhərinə, məhəllə filminin ikinci hissəsini çəkməyə. Orada Moskva oxumuşdum. İnanırsınız, Moskva oxudum, amma Bakı deyilmirdi deyəni, özümü çox narahat hiss edirdim, amma dedim, indi film üçün də neyniyək? Orada da yenə bizimkilərdən oxunur da. Orada mənim o qədər xoş xatirələrim qaldı. Elə mənim ən xoş xatirəm, ən gözəl xatirəm Cabir İmanımla bağlıydı. Allah ona qəni-qəni rəhmət eləsin. Mənim əziz dostum idi, mənim çox sevdiyim, çox hörmət etdiyim gözəl bir şəxsiyyət idi. Deməli, kino efirdən yayınlananda nənəm baxıb filmə, orada deməli, bilmirəm, indi tamaşaçılara o hissəni göstərə bilərsiniz, yoxsa yox. Deməli, mahnının sonunda, Məhəllə 2 filmində, Moskvada çəkilən, mən işmamı bitirəndən sonra onlar hamısı bir yerdə gəlirlər, mənim belə əlimlə belə itəliyir. Çəkil də. Onu nənəm izləyib, nənəmlə 2 ay, 3 ay keçib belə, nənəmlə danışırdım, Gəncədə yaşayırdım. Deyir, qulaq as, sən kinona baxdın? Kinona baxdım. Orada səni kimsə itəliyir oxuyan yerdə. O kimdə elə? Kim ona o hünəri verib, səni orada gedəndə belə itəliyir? Deyirəm, ay nənə, o kinodur. Yox, orada səni bərk vurur, deyir, oğlundan. Onun deyir, yanında olanda zəng vurub, mən ondan danışım. Bir müddət keçəndən sonra Cabirlə yenə də mən onu tanışdırdım. Nənəm biraz onu tanıladı, deyir, ay nənə, elə deyil. Nənəm də başa sala bilmədi. Cabir o qədər pozitiv insan idi, o qədər, yəni, mən onunla həm yol yoldaşı olmuşam, onunla dəfələrlə çox sayda tədbirlərdə bir yerdə olmuşuq. Bir neçə dövlət tədbirlərində təşkilatçılığı ilə məşğul olurdu. Yəni, o qədər insan ciddi işinə, peşəkarlıqla belə yanaşırdı ki, yəni, o nə vaxt nə deyirdi, mən ona yox deməməyə çalışırdım. Bacardığım qədər o olan tədbirlərin hamısında iştirak edim. Çünki onunla bir yerdə olmaq artıq o istər-istəməz enerjin gözəlləşir, yəni əhvalın gözəlləşir. Pozitiv adamdır. Dediyiniz kimi də mən də çox şəhərlərdə görmüşəm, rastıma gəlib ki, biz Bakı üçün darıxanda bu mahnıya çox qulaq asırıq. Çox maraqlı bir əsərdir. Mən inanıram doğrudan da nə qədər illər ki, sizin Cənnətdir Bakı da var. O da ayrı təbii ki, möhtəşəm bir işdir. Onu da mütləq şəkildə vurğulamaq lazımdır. Ümumiyyətlə həmişə sizin yaradıcılığınızda biz bunu hiss eləmişik də. Sizin o patriot ruhunuz o əks olunub təbii ki, bütün mahnılara və doğrudan da yaxşı bir işlərdə ərsəyə gəlib. Bizim daha bir rubrikamız var. Bir az sizi burada öz mahnılarınızla sınağa çəkəcəyik. Sizin mahnılarınızdan bir neçəsini 5 mahnı seçmişik və onun nəqarət hissələrindən bir və yaxud 2 cümləni seçib stiker halına gətirmişik. Və siz o stikerlərin həmin mahnını, yəni cümləni tapıb mahnını deməlisiniz bizə. Əziz dostlar,
Abbas Bağırovla daha bir rubrikamız. Deməli, ilk stikerimiz budur. Mən sizə göstərim. Siz buradan hansı mənanı çıxarırsınız? Sizcə hansı mahnınız ola bilər bu? Bu köhnə mahnıdır yoxsa? Yox, daha biraz yeni mahnılardan. Aha, sizə təqdim edirəm. Deməli. Oğlum burada çoxdur. Aha. Yəni bunu mən Biraz düşüncə. Bir cümlədir. bir cümlədir. Aha, bir cümləlik söz, bir cümləlik belə deyək də. Burada stiker çoxdur. Aha, Dəqiq, yəni bunu səhv eləməməlisiniz. Yo, səhv deyil, narahat olmayın. Aha. Tam sadəcə hər sözə uyğun stikeri biz yazmışıq orada. Baxın, orada rüya var. Yuxu var. İki insan var, biraz köməkli. İki insan var, yəni mən elə oxuduğum mahnılar hamısı iki insandan bəhs edir. Aha, çox da belə ipucu olmadıysa. Ha, yəni bildim. Gəlin, siz köməkliyə burada sizə mahnının adını deyək, siz o cümləni tapın. Siz mənə deyin, həzin mahnıdır. Bəli, biraz. Çoxdan oxumuşam, yoxsa? Yox, yeni mahnılar. Yeni mahnıdır. Yəni, o qədər də köhnə deyil, yəni, belə deyək. Bizə çox da həzin də deyil, yəni, ümumi. Burada salamlaşma da var. Aha. Bulut da var. Aha. Məncə düşəcək artıq. Bulut var, salamlaşma var. Aha. Bulut daha çox yuxunu burada təsvir edir. Ayrılıq. Xeyr. Yox. Siz əslində Tapa dediniz bilmədim. adını, bayaq siz demişdiniz. Mən onda cümləni deyirəm. Səninlə mən yalnız rüyalarda görüşərik. Görüş mahnısından. Ha? Sən Görüş. mən Səninlə mən yalnız rüyalarda mahnıdır? görüş. Görüş. Görüşlərikdə. oy oldu, siz getdiniz onu. Amma tam detallı şəkildə baxın, iki nəfər ürək, Bildim, indi rüya, yaxşı, mən indi onun özünüz şifrəni açıqlamışsın verin. Baxın, səninlə mən bu nədir? Ürəkdir, yəni ikimiz Yox, sevgili o artıq təmsil məni edir. indi səninlə mən bura bilirsiniz nə? Siz Biz sevgini göstərmişik orada. səninlə mən, yəni səninlə mən. Yalnız rüyalarda görüşərik. Tamam, onda keçək. Yalnız rüyalarda bu aynədir, bu düz gəlmir axı. Yuxu, yatmaq məsələsində. Yox, Tam stikerdə o qədər. O yatmaqda onun da stikeri var da. Amma sonra bizə dayan. Yox, bu siz Bu sayılmadı. Bunu məncə biləcəksiniz amma. Oy Allah, siz deyin görüm. Ritmikdir biraz. Ritmi. Nə qərətindəndir? Aha. Təzədir, köhnə. Biraz köhnədir. Hə, Köhnədir. biraz. Bir 10 ili var hardasa yəqin ki. 10 il. 10 il olar. Ritmikdir, oynaqdır. Oynaqdır. Amma indi də yəni çox sevərək hamı dinləyir. Demək olar bütün toylarda. Hə. Qızı. Eynən. Gedək. Gedək. Dağ gördü. Oradan baxın, burada şey də var. Sərin suyunu da içirik. İkincini tapdıq. Hə. Gəldik üçüncüyə. Həzin bir ritmikdir, yoxsa? Haqqında danışdığımız mahallardan biridir əslində. Danışdığım? Bəli, biz müzakirə etdiyimiz mahallardan Cənnətdir Bakı. biridir. Yox. O deyil, amma Dəqiqə. aha. Cənnətdir Bakı deyil, amma danışdıq az öncə haqqında. Orada səslənmək var, məsələn. Şəhər var orada. O qədər çox. Əslində şeylər burada Aha. bütün dünya var. Var, yəni o bir növ hər yeri təmsil edir əslində. Gözəllik var məsələn orada. Gözlərim axtarır səni. Yox. Baxın, başdan o şəhərlə başlayır. Şəhər, aha. Səslənir. Vallahi stikerlər prosto mən Çox maraqlı. İstəyirsiniz bunu da deyə biz sizə. Bakı səslənir hər yerdən. Bakı gözəlsən əzəldən. İndi mənə deyin. indi Bakı ikilən hardadır? Bu Bakı hardadır? Çoxumuzu Bakının o bildiğimiz stikerlərdən düzəltmisiniz. Amma bu Bakını işarə eləmir axı.
Şəhər olaraq götürmüşük. Bildim də şəhər olaraq Gəncə də var, Mingəçevir də ola bilər. Bəli. Həmən mahnılarının sadəcə olaraq götürmüşük. Yəni də təbii ki biz onlardan. Bağışlayın da indi. Estağfurullah. İndi bu artıq mən qorxuram bunu göstərməyə çünki çox qarma qarışıqdır, amma ümid eləyirəm. İnşallah. Bir də baxın görün burada deməli. Bu köhnə mahnıda, təzə mahnıda lirikdir, oynaqdır. Çox da mən deyərdim lirik təzədir. Biraz köhnələr. İlinə bir dəqiqə tam dəqiq baxım sizə. Mən ilində sizə köməklik eləyəcəm. Məncə çox köhnə deyil, yox, köhnə deyil. İlin deyin. İlini deyəcəm sizə. Aha, bir saniyə. Yox dedim də çox köhnə deyil, hardın çox təzədir əslində, çox yenidir hətta. Neçənci ilindir? Yəni bu il, keçən il bax belə dövrlərdə, yəni çox da bu aralar da maraqlı şəkildə insanlar dinləyirdi. Yeni mahnılarınızdan, tam yeni mahnılarınızdan da əslində. Orada Saray var məsələn, mən sizə deyim. Yəni, yeni mahnılarım o qədər çoxdur ki, mən onların adlarını da heç bilmirəm. Biz də sizin maşallah o qədər çox mahnılarınız var ki, bildik ki, çatınız çocuk. Sarayından nəsə? Sarayından. Hə? Aha. Yo, biz Qəlbimin sarayından da sonra xahiş edirəm. Qəlbimin sarayından yarpaq ulduz, ürək, ged ora, olmaz, gedin ora. Baxın, tam başda yaxşısınız. Bəxt var, Saray var. Bildim, yadıma gəlir, amma bilə bilmirəm hansı mahnımdır. Çünki o söz bir neçə mahnımda var. Eynən, o da biraz. Gəlin kömək eləyə biz də burada. Qəlbimin sarayından. Bəxtimin sarayı, ürəyimi... Mənim bir, o deyil, mənim bir, sevdiyimi desəm ona pis olmaz. Yo, o deyil. O da deyil, Sən həyatımı. Ay Allah. Cümləni deyil, gəlin deyil onda. Sən həyatımın, bəxtimin sarayı, ürəyimi verəcəyim, yox səndən savayı. Sonu yox. Sonu yox, ay Allahım. Deyirəm da, sonu yox. Bunda axırıncı qaldı, sonuncu qaldı. Bu da daha bir maraqlı mahnıdır əslində. Məncə tapa biləcəksiniz. Yəni sonu yox, sevdiyimi desəm, onu oxumadım indi mən. Siz onu oxudunuz? Hə də. Yox, bu cümləni oxumadınız. Nə dəxli var? Vermiş ora. Gəlin sonuncu mahnı. Buyurun, mən sizə təqdim eləyim. Aha, burada da çox məşhur, çox gözəl, ritmik. Köhnədə təzə, ili. Köhnədir, çox köhnədir. Var, yəqin ki, biz bunu da bir 25-26. Doğrudan. Həzindir, yoxsa? Yox, çox ritmikdir əslində. Doğrudan. Bəli. Yəni bu tam... Məhəbbətin Bəli. Niyə? Bunu gördüm. Koduna düşdüm ona. Bəli, bu qədər. Deməli, siz neçəsini tapdınız 5 manatdan, ikisini tapdınız demək olar. Digərlərində bizdə biraz... O birlərini gələn səfər inşallah qismət olar, mən də sizə gətirərəm. Görüm onlardan tapa bilərsiniz, amma mən sizə gətirəndə gətirəcəm. Necə? Məşhur mahnılardan da. Çox məşhur mahnılardan. Bizim köhnə bəstəkarların mahnıları. Ağaz bəy, çox sağ olun, təşəkkür edirik. Var bir dənə də əslində sonda bu dəfə süni intellekti, indi bir neçə sualımız var ona qədər. Belə maraqlı bir sual ünvanlamaq istəyirəm Abbas bəy. Bu doğrudan da çox baxın uzun illərdir səhnədə olub. Bunun bir sirri var. Siz vurğuladınız gənc ifaçı olaraq. Bu həm bir növ onlara tövsiyə olar, bir növ onlara məsləhət və eyni zamanda təbii ki bu təcrübədən qaynaqlanan. Baxın uzun illərdir müasir estradan az öncə qeyd eləmişdim, qurulan dönəmindən bu günə qədər olub. Qalmaqallarda ümumiyyətlə adı çox nadir halına bəlkə də hallanmayan ifaçılardan birisiniz də. Trendə uyğunlaşmırsınız, öz stiliniz var. İnsanlar da bunu sevir. Bunun sirri nədir? Yəni biraz da istəyirdik bu barədə danışaq ki, baxın Abbas Bağırov üslubunu yaratmaq biz deyərdik bundan danışaq da əslində. Bilirsiniz, trend mənim üçün insanların yaddaşında yaxşı qalmaq. Yəni, həmişə dinlənmək, baxılmaq, unudulmamaq. Amma o ki, mən bir həftəyə müəyyən bir say
topladım, mən birinciyəm. Mən bundan ölçmürəm sənət yaradıcılığını. Yenə deyirəm, mənim üçün trend həmişə tamaşaçının zövqlü musiqisini yetirmək, çatdırmaq, onu gözəl şəkildə hazırlamaq. Mənim üçün yəni trend anlamı budur. Amma heç ümumiyyətlə elə şey də trend demirəm. Yəni bu günləri onun adını o qədər ucuzlaşdırıblar ki, heç o haqqda mən heç vaxt düşünmürəm. Bəzən bir də görürsüz, şəkilimə 500-600 adam bəyənmə verir. Bəzən görürsünüz 10 min, 100 min, 200 min adam bəyənmə verir. Yəni bu normal bir şeydir. Mən onunla heç vaxt öz statusumu ölçə bilmərəm. Öz mahnılarımın dərəcəsini mən ölçə bilmərəm. İnsan da bu mahnını dinləyə də bilər, dinləməyə də bilər. Bu şəkilimi bəyənə də bilər, bəyənməyə də bilər. Geyim tərzim mən tamaşaçının zövqü ilə mən geyinmirəm. Yəni bu günlər nə dəbdədirsə onunla geyinmirəm. Dəb mən özüm yaradıram özüm üçün. Mən məsəl üçün bu il bu rəngi geyinmək istəyirəm. Gələn il nə bilim saç düzümümü başqa cür eləmək istəyirəm. Yəni dəblə uyğunlaşa bilmirəm mən. Mən yəni sevmirəm dəbə uyğun ya mahnı oxuyum, ya geyim tərzimi dəyişim, ya saç düzümümü o dəbə uyğun. Ona görə də yəni bəlkə də bilmirəm Abbas kimi tamaşaçıların tanımağının səbəbi budur. Əgər mən bu trendin arxasıca düşsəydi, bu ucuz reklamlardan istifadə etsəydim, qalmaqalda artıq məni başqa Abbas kimi tanıyardılar o şeyə görə. Amma bu günləri mən sevinirəm, azdan çoxdan bir neçə mahnılarım varsa, o mahnıların sevənləri var, illərdə ona qulaq asanlar var. Hətta mən bir neçə mahnılarımın başqa müğənnilər də oxuyub, onların da niyə ifalarında gözəldir. Yəni, yaxşı musiqi ilə, əgər sən musiqiçisənsə, əgər müğənnisənsə, özünə yaraşan, mahnılarına yaraşan geyim tərzin olmalıdır. Oxuduğun tərzə uyğun davranışın olmalıdır. Amma mən valla efirdə necəyəmsə, adi həyatda deyiləyəm. Çünki əgər efirdə mən başqa cür özümü tanıtsam tamaşaçılara, dinləyicilərə, İstər-istəməz adi həyatda məni görüb deyir, başqa şey danışırdı, amma belə başqa güzel görürük. Yox, onu çaşdırmaqdır o tamaşaçını, dinləyicini. Yəni mən çünki bacarmıram müxtəlif rollarda özümü göstərməyə, yəni bu mənim xarakterimdə yoxdur. Ona görə mahnıları da adi seçəndə öz xarakterimə uyğun seçirəm. Niyə? Mahnını da ifadə edəndə axı onu yaşamalısan. Təbii. Yəni süni sən onu yaşada bilməzsən dinləyiciyə. Adi bir mahnını da seçəndə qulaq asıram, deyirəm, görəsən bunu mən oxuya biləcəm. Düşünürəm. Biraz keçir, ara verirəm, heç mahnıya qulaq asmıram. Sonra bir ay, 2 ay keçir, deyirəm, filankəs mənə mahnı göndərir. Girim tez birdən qulaq asım görüm. Bir dəfə qulaq asım görüm, nə gözəl mahnıdır. Niyə dərhal qərar verə bilmirəm? Çünki mən ona qərar verməmiş oxusaydım, 3 aydan sonra mən onu peşman olardım. Niyə oxudum onu? Amma düşünüb, biraz vaxt keçir. Mahnı da elə bir şeydir. Mahnı qəribə deyil. Bir mahnının özündə də bir canlılıq var. Səni sınıyır nədəsə. Yəni elə bir sən bunu düşünmədən oxusan, bu sənə uğur gətirməyə bilər. Maraqlı. Amma mən ona uyğun oxumuram da. Əksinə mən oxuyuram ki, özümdə yeni bir kəşf tapım. Təbii. Həm ifamda, yəni mahnı oxumağı da dəyişə bilir. Mahnı səni inkişaf da eləyə bilir. Adi məsəl üçün bu günləri bu verilişi aparırsınız. Sabahları belə dünyaca məşhur bir verilişi aparsınız. Bu verilişlə bir tutarsınız. Yox, təbii ki. Orada sizi başqa artıq təcrübə gözləyir. Başqa belə sizi hətta çox pis həyəcana salacaq bir durum gözləyir. Yəni bu bizim mahnılarda da, seçimdə də bu şey var. Adi verilişdən verilişə necə fərq var. Bu verilişdə gelirsən, konsept başqadır, ya orada yemək pişirirlər, danışırsan, dadına baxırsan. Burada məsəl üçün görürsən, emojilarla belə düzəltdiniz,
Yəni fərqli şeylərdir. Yəni mahnılar da eyni elədir. Mahnıları da adi seçəndə məsələn düşünürsən, görəsən bunu yaşaya bilərsən. Hətta elə mahnı olub ki, oxumuşam onu. Hamı deyirsən bunu necə oxumusan? Elə bir yaşamısan mahnıda müəyyən olan o şeylər. Əslində onsuz yaşayıb da bir növ oxuyursunuz siz onu bir yəqin. Onu yaşamaq üçün də yenə deyirəm mahnını doğru seçmək lazımdır ki, yaşaya biləsən mahnını. Maraqlıdır. Abbas bəy, mahnılardan danışdıq, biz sünilikdən danışdıq. Sonuncu rubrikamız var. Bu artıq tam süni intellektdir. Yəni bizlik bir şey yoxdur, komand var. Süni intellekt kim oxuyub onu tapmaq? Yox, süni intellekt süni intellektə görə top 5 Abbas Bağırov mahnısı var. İndi biz bunu 4-ünü tapacağıq sizlə bir yerdə. İnşallah birində izləyicilərimizi saxlayacağıq. Amma süni intellekt seçib, yəni bunu dediyim kimi öz analiz eləyib. Hazırıqsa Abbas Bağırovla top 5. Sizcə hansı mahnılarınız bu top 5-də var? Bax, mən sizə deyim, burada keçmişdə var, indiki dövrdə var. Top 5-də. Burada var Xızı Dağlar 100%. Var, hətta birinci yerdədir. Burada Aləm Gözəl var 100%. Aləm Gözələ salmayıb, niyəsə? Öz analizi. Eşq məhəbbəti. Onu da salmayıb. Tamam fərqli bir siyahı yığıb. Deməli, Şəhridə mahnısı. Salmayıb. Salmayıb. Necə unudum səni? O da yoxdur. O da payız gəldi. Bəlkə də onu da salmayıb. Mənə də çox maraqlıdır. Nəsə deyəcəm siyahında. Sonra ritmik var. Çox maraqlı. İndi günah nəsə. Enerjili, yadda qalan ritmi var yazıb və analiz eləyib. Yox, o deyil. Köhnədir. Çox da köhnə deyil əslində. Biraz ailə. Sosial şəbəkələrdə daha çox izlənib, yəni bunu vurğulayım, çox dinlənib, yəni hətta. Mən lirik mahnıdır. Yox, tam oynaq mahnıdır. 2-3 il hardasa olar. Maraqlı bir konseptlə təqdim eləmişdi siz onu. Qudalar var, 3-cü yerdədir. Orada nə maraqlı. Özü hazırlayıb. Sonra söz olmasaydı, dağlarda duman. Yoxdur, o da yoxdur. Onda o nəsə, onun zövqü körlanıb. Ya niyə? Əslində burada olan mahnılar da çox yaxşıdır, mən istəyim. Bildimi, orada söz olmasaydı var. Bu necə eləyib? Elə bir ki, hər janrdan seçib, biraz fərqli yanaşıb, açıqlama verib ki, mən buna görə bunu etmişəm filan. Məsələn, burada bir mahnıda mən sizə kömək eləyim. İkinci yerə mənim bir dənəmi qoyub və vurğulayıb ki, sevgi mövzusundakı ən populyar hitlərdən biridir. O hansı proqramdan ümumiyyətlə bunu? Çəkib eləyib, yəni bunu hazırlayıb. Hazırda baxa bilərsiniz. Çox maraqlı. Aha. Daha 2 mahnımız qaldı. Biraz daha nostaljik mahnılardan biridir bu da. Albom hitlərindən hətta deyir seçmişəm mən bu mahnını. Köhnə albomdur. Uşaqlıq var, bəli. Məncə köhnə albomlardan biridir bu. Uşaqlığın havası. Eynən. 4-cü. 5-cini də izləyicilərə saxlayırıq. Öz hazırlıq. Yəni burada bizim müdaxiləmiz yoxdur. Top 5 Abbas Bağırov. Mən sizə göstərim. Əslində bir açıqlama vermişdi ki, şablonlara qaçmayacağam. Belə mənim özümə uyğun analiz eləyəcəm deyə yuxarıda bir yazışmamız var və belə 5-ci mahnını da əziz dostlar siz tapacaqsınız. Abbas bəy, çox sağ olun gəldiyiniz üçün. Çox gözəl enerjiniz var doğrudan da və çox maraqlı xatirələr, həm də fərqli bir söhbət elədik. Doğrudan mən dinləyici kimi bunu mütləq şəkildə vurğulamışdım, yenə vurğulamaq istəyirəm. Həqiqətən çox böyük sənətiniz var və biz inanırıq ki, hələ qarşıda çox gözəl işlər ərsəyə gətirəcəksiniz. Biz də dinləyəcəyik. İnşallah vaxt olar, daha böyük arenalarda görüşərik, həm söhbət olarıq, maraqlı verilişlər çəkərik. Çox sağ olun, mən də sizə təşəkkür edirəm dəvətiniz üçün. Gözəl verilişdir. Özləmə istədiyim bu günləri YouTube platformalarında bəzi qəşəng platformalar var ki, onlardan biri də YouTube-dur ki, orada maraqlı konseptlər, maraqlı verilişlər, o maraqlı verilişlərdən də biri bu veriliş oldu. Nəinki özüm olduğum, mənə maraqlı verilişləriniz olanda göndərin, mən də baxım. Mütləq şəkildə. Çox sağ olun. Yayımlananda mən də baxım, çünki doğrudan maraqlıdır. Bilirsiniz, yanaşmanız doğrudur. O bilinir ki, təcrübəli, yaxşı sizə təcrübə verəcək layihələrdə iştirak eləmişsiniz, bilirsiniz. Təşəkkürlər. Sizə doğrular arzu edirəm. Sizi də mən daha gözəl, bu da gözəldir, əladır. Bu konseptə uyğun əladır. Sizə də mən arzu edirəm ki, daha böyük layihələrdə
görək. Çünki Çox sağ olun. aparıcı kimi də çox bəyəndiyim və doğru aparıcıya yaraşan üslubunuz var. Təşəkkür edirəm. Çox sağ olun. Sizə də uğurlar arzu edirəm. Tamaşaçılar da inanıram ki, nəinki mən olduğum veriliş, bütün bu verilişləri hamısını bəyənirlər, bəyənəcəklər və yaxşı da şərhlər yazacaq. Çox sağ olun bir daha. Təşəkkür edirik. Əziz dostlar, əziz izləyicilər, havada qalan söhbətlərdə bu dəfə Abbas Bağırov qonağımız idi. Videonu, verilişi bəyənməyi, paylaşmağa, şərh yazmağı unutmayın. Xudahafiz.